2020-ci il Vətən müharibəsinin 3-cü günü. Sevda ana adəti üzrə Füzuli Tibb Mərkəzinə işə gəlir. Qürurla, həvəslə torpağı vətən etmək uğrunda yaralananların yarasına məlhəm, şəhidlik zirvəsinə ucalanlara son təşəkkür borcunu yerinə yetirməyə. Hardan bilsin ki, həmin gün morqa gətirilən, qanını yuyub təmizlədiyi, üstünü örtdüyü şəhidlərdən biri də gözünün ağı qarası, elə öz oğul balası Sərhəd Hüseynovdur. Kapıdan içeri girdim, gördüm 3 tane şəhiddir. Birinci, ikinci, üçüncüdən qan gəlmirdi, ikinciden gəlirdi. Yaxınlaşdım ki, belə durub baxanda yüce yavaş onu irəliyirdim ki, onu qolunu örtəm. Dedilər ki, yorulmuşsan, çıxaq çölə. Amma mənə bir də dedilər ki, bu şəhidin qanı kim yuvar? O qanı da özüm sildim. Üskorunun da qanını özüm çıxdım, sildim. Sildim, çıxdım, getdim zala. Zala gedəndə qılçalarım tutuldu. Mən yenə də vurmadım ki başıma. Ki mənim olar da, dedim ötəri bir şeydi, kürəyim yandısa da nəysə var. Amma elə Allah mənə bir qüvvət vermişdi, bir iş görürdüm. Elə ancaq dedim təmizliyim, yuyum, köməlim əlimdəysə. Gah oradan yaraların patinkasını çıxardırdım, onların yarasına kömək edirdim, ayağının corabını çıxardırdım, silirdim, elə bilirdim ki öz balamdı. Sentyabrın 29-unda 2 yaralı yoldaşını xilas edən Sərhəd, 3-cü yaralı silahdaşını atəş altından çıxararkən düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Ona snaperlə vurublar, kürəyi hamısı yaralıymış, mən onları görmədim. Mən onu özüm açdım, qəbirstanlıqda açdım. Açdım onu, bir qəşək sığalladım, elədim. Əlinin arasına bacısının adı yazılmışdı, mən ona baxmadım. Yenə də onu sığalladım, dedim ki bunun nəyi var, bunun heç nəyi yoxdur. Bu niyə ölüb? Amma əlimi arxaya aparanda əlim girdi beyninə. Bura, klinikalı zad əlim girdi boşda. Dedim hə, snaperin gülləsinə buradan dəymişdi, arxadan çıxmışdı. 2-ci Qarabağ müharibəsi başlayan gündən Sərhəd Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Gərgin döyüşlərdə düşmənə ağır zərbələr endirməklə şücaəti və igidliyi ilə seçilib. Şərəfli ölümdür, başım uca eləyib. Mən ondan həmişə fəxr eləmişəm, ölüncə də fəxr eləyəcəm. Amma Allah'tan arzum odur ki, Allah məni elə öldürsün ki, tez gedim onun yanına. Bax onu istəyərəm. Orada mən ondan birləşim. Bəlkə sakitləşəm.